Azərbaycanın işğaldan azad olunan tarixi torpaqlarında həyat hər gün canlanır. Həmin ərazilərdə insanların rahatlığı üçün bütün şərait yaradılıb. Ömrünün bu çağında Azad Xankəndidə işləmək, insanlara xidmət göstərmək də ayrı bir sevgidir. Elə 69 yaşlı təqaüdçü qadın kimi söhbət Xankəndidə iaşə obyekti açıb insanlara xidmət göstərən Əskinaz Novruzovadan gedir. Əməkdaşımız Rəşad Vəkiloğlu həmin qadınla həmsöhbət olub. İzləyək. İş görürlər, yaxşı işlər gedir. Əskinaz Novruzova əslən qəribə Azərbaycandandır. Xankəndi terrorçulardan təmizlənənə qədər paytaxt Bakıda yaşayıb, özü də evdar qadın kimi. Lakin suverenliyimizin bərpa olunması 69 yaşlı bu xanımı Bakıdan Xankəndiyə üst tutmağa motivasiya edir. Artıq bir neçə ildir ki, Xankəndidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan bu təqaüdçü Xankəndidə yaşayıb, fəaliyyət göstərməklə həyatında yeni bir mərhələyə qədəm qoyduğunu deyir. Xankəndi şəhərinin yenidən dirçəlməsi, gözəlləşməsi və abadlaşması üçün hər kəs əlindən gələni edir və əsirgəmir. Yəni təkcə infrastruktur layihələrinin icrası ilə bağlı deyil, həm də iaşə, ticarət və digər obyektlərdə ilə fəaliyyət göstərən insanları da qeyd etmək olar. Hansı ki, elə Xankəndi şəhərində hazırda ölkənin müxtəlif bölgələrindən gəlib burada işləyən insanları qeyd etmiyorlar. Yaxşı yeməklər bişirəndə hamı sevinə-sevinə gəlirlər. Nə bişirmisiniz? Bizim burada əziyyətimiz budur ki, Xankəndi gözəlləşsin. Cəmaət çoxalsın, hamı gəlsin. Açdığı iaşə obyektində həm müdürdür, həm müştərilərinə təqdim etdiyi yeməkləri özü bişirir, üstəlik xidməti də özü edir. Burada işləməyi vətənə olan borcu kimi qəbul edir. Həm Xankəndində gəlib, burada elə bil öz nəvələrimdir də, tələbələr fərqi yoxdur. Burada hamı bir ailə üzvü kimi köməkli hamımız eləyirik. Sevə-sevə işləyirəm. Allah hamıya can sağlıq versin, bana da nə ömür verir, sağ-salamat burada işləyim. Fəaliyyət göstərdiyi qısa müddət ərzində Əskinaz Novruzova müştərilərinin sevilməsinə də çevrilib. Bakıdan gəlib tıxara burada işləyir, yeməkləri də dadlıdır. Mənim və dostlarım Xankəndinə gələn hər kəs bura gəlir. Məlumat üçün bildirək ki, hazırda Xankəndidə bərpa və yenidən qurma işləri sürətlə davam etdirilir. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space Xəbər, Xankəndi.